İşığın sınma qanunu tam daxili qayıtma. Sınma bucağı 40 dərəcə, sınan şu ilə qayıdan şu arasındakı bucaq 80 dərəcədə, düşmə bucağını hesablayın. 2 mühit ayıran sərhəd çəkirik və bura normal qaldırırıq və burada düşmə bucağını çəkirik, qayıdan şuanı çəkirik və sınan şuanı çəkirik. Göründüyü kimi sınma bucağını 40 dərəcə verir. Sonra sınan şua ilə, baxın bu şua ilə qayıdan şu arasındakı bucağı bizə 80 dərəcə verir və düşmə bucağı hesablanır. Fikir versəniz, bu hissə, baxın bu hissə 180 dərəcə açıq bucaq olacaq. 40 üstə qədər 80, 120, 180 olması üçün 60 dərəcəmiz çatmır. Əgər bizim qayıdan şuamız 60 dərəcədirsə, o belə çıxır ki, düşən şuamız 60 dərəcə olacaq. Sonra işıq ötürən iş prinsipi hansı fiziki hadisəyə əsaslanır? İşığın tam daxili qayıtmasına. Sonra işıq şüasının əvvəlki yayılma istiqamətindən olan meyl bucağının hesablanması tələb olunur. Əgər işıq şüası digər mühitə, bir mühitdən digərini keçməsəydi və öz yolunu bu formada davam elətdirərdi və bu bucaqlar qarşılıqlı olardı və deyərdi ki, bu hissədə 45 dərəcədir. Lakin bizdən neçə dərəcə meyl etdiyini soruşur. Əgər normalda mühit dəyişməsə də 45 dərəcə olardısa, mühit dəyişəndən sonra 30 dərəcə olubsa, 45-dən 30 dərəcəyə gəlmək üçün 15 dərəcə meyl etmişdir. Yəni 45-dən 30-a çıxa bilərik. 4-cü testdə eyni qaydanı tətbiq edə bilərik. Əgər meyl etməsəydi, bu hissə olardı 60 dərəcə, qarşılıqlı bucaq olardı və tamamı 60 dərəcədirsə, bizim sınma bucağımız 60-dan 20 çıxırıq. Baxın, bu hissə 40 dərəcə olur. Sonra işıq şüası mühitdən, birinci mühitdən ikinci mühitə keçərdə yayılma sürəti 250-dən 125-ə qədər azalırsa, ikinci mühitin birinciyə nəzərən nisbi sındırma əmsalı soruşulur. İkinci mühitin birinci mühitə nəzərən soruşulursa, o zaman bildiyimiz kimi bizdə düstur olaraq n bərabər nisbi sındırma, daha doğrusu mütləq sındırma əmsalı S bölü V-dir. V də lambda vurulsun nüdür və fikir versək, sındırma əmsalı lambda ilə tərs asılır. Yəni, lambda 1 bölünsün, lambda 2 olacaqdır. 250 uyğun olaraq birinci 1-dir, ikinci 2-dir. 125-ə bölsək, cavabımız 2 olacaq. Sonra ikinci mühitin birinci mühitə nəzərən sındırma əmsalını istəyir, nisbi sındırma. İkincinin birinciyə nəzərən isə 2 bölü 1 olmalıdır. Birincinin ikinci desək 1 bölü 2 olar. Bu da ikincinin birinci istədiyi üçün C variantı olacaq. Mühitin mütləq sındırma əmsalı hansı düsturla hesablanır və yaxud da qeyd etdiyim kimi n bərabərdir C bölünsün V. Daha sonra tam daxili qayıtmanın limit bucağı hansı düsturla hesablanır? Baxın, bu sinus alfa bərabərdir 1 bölünsün n. Mühitin sındırma əmsalı hansı ifadə ilə təyin olunur? Buradan n-i tapsaq 1 bölünsün sinus alfa 0 olacaq. Vahidə adsız olan fiziki kəmiyyət, əlbəttə ki, sındırma əmsallarının vahidi yoxdur. Baxın, mütləq sındırma əmsalı bizim adsız kəmiyyətimizdir. Sonra işıq şüası sındırma əmsalı 1.8 olan mühitdən ikinci mühitə keçir. İkinci mühitin sındırma əmsalının hansı qiymətində sərhəddə tam daxili qayıtma baş verər. Tam daxili qayıtma bildiyiniz kimi iki mühit sərhədinə düşən şüanın sınmayaraq yenidən əvvəlki mühitə qayıtmasıdır və bunun baş verməsi üçün əlbəttə şərtlərimiz var. Bizdə, baxın, bizə qeyd edir ki, işıq şüasının sındırma əmsalı 1.8-dir. Böyük, bizdə sındırma əmsalı 1.8 olandan, baxın, kiçik olana keçərsə, kiçik olan qiymətlərimiz 1.5, baxın, bu qiymətdir, digərləri özündən böyükdür. Kiçik olana keçərsə, sındırma əmsalı bildiyimiz kimi bucaq tərs mütənasibdir. O zaman bizim sınan şuamız, baxın bu sınan şuamız getdikcə, yəni artaraq, yəni bu formada artaraq, əvvəlki, yəni ilk öncə olduğu mühitə qayıtmağa çalışacaq. Yəni şərtlərimizdən biri tam daxili qayıtmanın baş verməsi üçün sındırma əmsalı böyük olan mühitdən kiçik olan mühitə keçməkdir. Bu da A variantı. Daha sonra isə şüşə hava sərhədi üzrə işığın tam daxili qayıtmasının limit bucağı 41 dərəcədir. Düşmə bucağının hansı qiymətdə tam daxili qayıtma baş verər. Qeyd etdiyim kimi, tam daxili qayıtmanın ilk şərtlərindən biri sındırma əmsalı böyük mühitdən kiçiyə keçərkən sınma bucağının artaraq əvvəlki mühitə qayıtması idi. İkinci şərt isə düşmə bucağının limit bucağından əlbəttə böyük olmasıdır. Yəni alfa 0-dan. Və burada da bizim limit bucağımız 41 dərəcə olduğu üçün düşmə bucağımız 41 dərəcədən böyük olmalıdır. A variantı.
İşıq sındırma əmsalı 13-cü testdə 1.6 mühitdən sındırma əmsalı 2.14-ə keçərkən. Bayaq qeyd etdiyim kimi, baxın burada sındırma əmsalı dalğa uzunluğundan tərs asılıdır və bizdə də sındırma əmsalı 1.6-dan 2.4-ə olan mühitə keçir və sındırma əmsalımız artır. Və bizdən sürət istənir. Əlbəttə ki, eyni zamanda sındırma əmsalı sürətlə də tərs mütənasibdir. Sürətimiz azalmalıdır. Amma bunların nisbəti qədər 2.4-ü 1.6-ya bölsək 1.5 dəfə azalmalıdır. İşıq mütləq sındırma əmsalı 2.6 olan mühitdən vakuma keçir. Burada sındırma əmsalımız 2.4-dür. Amma vakumun sındırma əmsalı 1-dir. Fikir versək, sındırma əmsalı 2.4-dən, yəni böyükdən kiçiyə keçir. Əgər bizim sındırma əmsalımız azalırsa, əlbəttə ki, sürətimiz çoxalmalıdır və 2.4 dəfə artar. İşıq vakuumdan mütləq sındırma əmsalı 1.6 mühitə keçir. İndi isə vakuumdan, yəni sındırma əmsalı 1 olandan 1.6-ya keçir. Yəni eynimiz artırsa, bu səfər sürət 1.6 dəfə azalmalıdır. Mütləq sındırma əmsalımız 2 olan şəffaf mühitdə işığın yayılma sürəti. Sındırma əmsalı n bərabərdir C böl V-dir. Buradan sürəti istəyir. C böl n olacaq. Yəni 3 vurulsun 10 üstü 8-i 2-yə bölürük. Bu da 1,5 vurulsun 10 üstü 8 cavabını almış oluruq. Növbəti suala baxaq. 17. Mütləq sındırma əmsalı 1.2 olan şəffaf mühitdə İşığın yayılma sürəti, yenidən eyni düsturu tətbiq edirik. N bərabərdir C böl V. Buradan yenidən sürət istənilir. C böl N. C-miz 3 vur 10 üstü 8 bölünsün 1,2'dir. Aha, bərabərdir. Və bizdə burada işığın yayılma sürəti istənilir. Qeyd etdiyim kimi V-miz C böl N olur. İndi artıq qiyməti hesablasaq 3'ü bölsək 1,2'yə. Cavabımız olacaq 1 tam bir dəfə olsa 24 6 1 tam 100 2 tam onda 5 olaraq cavabımız tapmış oluruq. Daha sonra 18-ci testdən iki mühit sərhəddindən düşən işığın qayıdan və sınan şüaları göstərilmişdir. Qayıtma bucağı hansıdır? Qayıtma bucağı fikir versəniz bu normalla düşən şu arasındakı düşən şuadır. Normalla qayıdan şu arasındakı bucaq da qayıtma bucağıdır. Normalla sınan şu arasındakı sınma bucağıdır. Bizdə cavab 2 olacaqdır. 19-cu test iki mühit sərhəddindən düşən işığın qayıdan və sınan şuaları göstərmişdir. Sınma şuası bayaqda qeyd etdiyim kimi 5 olacaqdır. Daha sonra 20-ci testə baxırıq. Şüşənin qalınlığı almazın qalınlığından neçə dəfə böyük olmalıdır ki, onlarda işığın yayılma müddəti eyni olsun. Biz burada belə bir düstur tətbiq edirik. N bərabərdir C böl V və bildiyimiz kimi V, yəni əvvəl də bərabər sürətlər 2-dən S böl T düsturunu bilirik. Burada qalınlığı biz məsafə olaraq D götürürük, bölünsün zaman. Gətirib əvəzləsək, C bölünsün D, T'miz də yuxarı qalxsa, fikir versək, işığın yayılma müddəti bizdə eyni verilir. İşıq sürəti də eynidir. Sındırma əmsalı qalınlıqla tərs asılı olacaqdır. O zaman bizdə şüşənin qalınlığı almazın qalınlığından, şüşənin qalınlığı almazın qalınlığından neçə dəfə çox soruşulursa, tərs asılı olduğu üçün bizdə D, burada qalınlıq istəyir. Yəni tərs asılı olsa almaz bölünsün D şüşə yazırıq. Baxın, almazın qalınlığı, daha doğrusu almazın mütləq sındırma əmsalı 2,4'dür. Şüşəninki 1,5'dir. Bərabərdir almaz bölünsün şüşə. Aha. Bizdə amma şüşənin qalınlığını istəyir. Yəni almaz şüşənin qalınlığı yox, şüşənin qalınlığının almazın nisbətini istəyir. Yəni 2,4'ü 1,5'e bölür, o da 1,6 olacaq.